Mən əminəm ki, bu deyəcəyim qısa qeyd sintaktik təhlil zamanı 100% sənin köməyinə çatacaq. 90% abituriyent də bu qeydi bilmir. Söhbət nədən gedir? Əziz şagirdlərimiz, imtahan zamanı bizə sintaktik təhlillə bağlı hər hansı bir cümlə təqdim edilibsə, əgər həmin cümlənin xəbərində fe'li sifətin və ya məslərin şəkilçisi varsa, həmin cümlənin mübtədasını tap, yerdə qalan bütün sözlərin altından xəbərin xəttini çək. Məsələn, nə demək istəyirəm? Deyirəm ki, bizim işimiz bu il yüksək ballı ali məktəbə qəbul olmaqdır. Mübtəda hanı? Bizim işimiz. Yerdə qalan nədir? Bu il yüksək ballı ali məktəbə qəbul olmaqdır. Bütövlükdə sənin xəbərin, bizim işimizdə sənin mübtədan. Çünki mən xəbərdə məsələnin şəkilçisini gördüm. Və yaxud deyirəm ki, bunlar bu gün ali məktəbə qəbul olanlardır. Fe'li sifətin şəkilçisini gördüm. Olanlardır. Demək, nə deyirəm? Bunlar sənin mübtədan, bu il ali məktəbə qəbul olanlardır da sənin xəbərin. Yəni unutmuruq, xəbərdə biz fe'li sifətin məsələrin şəkilçisini görsən, cümlənin mübtədasını tap, yerdə qalan bütün sözlərin altından xəbərin xəttini çək. Digər cümlə orada axtarmağa dəyməz. Hər birinizə uğurlar arzu edirəm.